Salam, hər vaxtınız xeyir, hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindəyik. Bugün AFFA Yüksək Qızlar Liqasında Neftçi Araz Naxçıvanı qəbul edir. Komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq əvvəlcə meydan sahiblərindən. Komandamızın heyəti bu cürdür. Qapıda 98 nömrə Günay İsmailova. Qonaq komanda Araz Naxçıvanın heyəti isə bu cür olacaq. Qapını 12 nömrə Mədinə Xələfova qoruyur. 15 komandanın kapitanı Nərminə Məmmədova. 4 Nurlanə Quluzadə. 5 Evelina Kolesnikova. 6 Nurlanə Cabbarova. 9 Lalə Pənahova. Fit səslənir və qarşılaşma başladı. Neftçiyə uğurlar arzulayırıq. Manəm Allahova topladı. Top oyuna daxil edilir. Ötürmə qapı qarşısına. Başla zərbə və gol! Alina Nəhmədova. 3-cü dəqiqədə hesabı açır Neftçinin 3 nömrəli futbolçusu Alina Nəhmədova. Başla fərqlənir. Küncdən zərbədən sonra erkən gol vurur Alina. Aytac istiqamətində ötürmə. Mirzəyeva. Aytac ötürmə. Cəlmə meydançasına. Maniya bu dəfə vuracaq mı? Mollayeva hesabı 2-0 edir. Sol cinahda Aytac Mirzəyevadan. Yaxşı ötürmə və Maniya Mollayeva topu qapıdan keçirir. 11-ci dəqiqədə hesab 2-0 olur bu dəfə. Maniya fərqlənir. Aytac sol cinahdan daxil oldu cərimə meydançasına. Ötürməsini edir qapı qarşısına. Qarşıladı Lalə Pənahova. İndi top Coşqunun önünə düşür. Coşquna dərhal zərbə indirir və hesabı 3-0 edir Coşqun Əliyeva. 27-ci dəqiqədə Neftçinin üstünlüyü 3 topa çatdı. Coşquna bu mövsüm. Ötürmə keçmədi sona. Aldı topu sona. Ötürmə qapı qarşısına. Qapıcı topu əlindən buraxır. Mədinə və 4-0. Mədinə Curugova hesabı 4-0 edir. Və fasilə ərəfəsində fərqi bir qədər də artırır. 42-ci dəqiqədə Neftçinin üstünlüyü 4 topa çatır. Sol cinahda təzyiq edirdi. Ələ keçirdi. Coşqun Əyl oynayır. Coşqun Əliyeva çevrildi. Zərbə imkanı axtarır. Zərbə indirir Coşqun və gol! Coşqun Əliyeva əla bir qolla yadda qalır. Dubl edir. Hesabı 5-0-a çatdırır Coşqun Əliyeva. Və qarşılaşmanın baş hakimi Ləman Əmirli ilk hissəni bitirir. Birinci hissədən sonra hesab Neftçi 5, Araz Naxçıvan 0. Coşqun Əliyeva dubl edib, digər qolları isə Alina Nəhmədova, Maniya Mollayeva, Mədinə Curugova vurublar. Hörmətli izləyicilər, biz də fasiləyə ayrılırıq. İkinci hissədə yenidən görüşərik. Fit səslənir və qarşılaşmada ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. Alina Məsumə istiqamətində ötürmə. Yaxşı gözlədi burada. Oyundan kənar vəziyyəti Məsumə nəzərli. Offside yox idi. Cərimə meydançasına daxil olur. Ötürməsini edir. Fidanın zərbəsi və 6-0. Fidan Cəfərova da fərqləndi bu qarşılaşmada. Hesab 6-0 olur. Məsumə sağ cinahdan əla qoşuldu hücuma. Ötürmə anında gözlədi. Oyundan kənar vəziyyət yox idi. Və 56-cı dəqiqədə 99 nömrəli futbolçu Fidan Cəfərova topu qapıdan keçirir. Fəttazadədən ötürməyə qapı qarşısına. Başla zərbə sonadan və növbəti qol. Hesab 7-0 olur. Sona Rəhimova başla fərqləndi. Oyunun 68-ci dəqiqəsində ötürmə Sona istiqamətində. Sona Rəhimova yaxşı irəlilədi. Sona əla çıxdı müdafiəçilərin əhatəsindən. Rəhimova qapçını da keçir. Sona Rəhimova və 8-0. Əla irəlilədi Sona Rəhimova. Yaxşı ötürmə idi o isə. Burada müdafiəçiləri qabaqlaya bildi. Qapçı özbəüz qaldı. Qapçını da keçdi və topu qapıdan keçirir. Sona Rəhimova dubl edir. Ondan irəli ötürmə Fidan istiqamətində çox yaxşı alındı. Fidan Cəfərova irəliləyir topla. Fidan cərimə meydançasına daxil olur. Cəfərova o da dubl edir. Fidan Cəfərova Alinanın mükəmməl ötürməsindən sonra özü də yaxşı irəlilədi.
Düzdür, qol vurduqdan sonra zədələndi deyəsən, ancaq indilərdə yekunlaşdıracaq görüşü. Bəli, qarşılaşma başa çatır və Neftçi AFFA Yüksək Qızlar Liqasının 8-ci turunda Araz Naxçıvanla görüşdə 9-0 hesabı ilə qələbə qazandı.